Qadınlarda depressiya kişilərdən bir qədər fərqli şəkildə gedir. Qadınlarda depressiya kişilərə nisbətən 2 dəfə daha çox rast gəlinir. Hormonal dəyişikliklər, yəni menstruasiya, hamiləlik, doğuş, menopauza və s. kimi hallar risk faktoru hesab olunur. Qadınlarda depressiya daha çox daxilə yönəlmiş, yəni kədər, günahkarlıq, ağlama, narahatlıq şəklində büruzə verir. Kişilərdə isə daha çox xaricə yönəlmiş, aqressiya, riskli davranışlar, alkoqol istifadəsi kimi davranışlar ön planda olur. Qadınlarda emosional əlamətlərlə, yəni ağlama, həssaslıq, günahkarlıq hissi ilə yanaşı, yorğunluq, baş ağrısı, sinə sıxılması, yuxu və iştah pozuntuları daha çox müşahidə edilir. Həmçinin qadınlarda eyni anda bir çox yük daşımaq, yəni həm iş, həm ev, həm uşaqlar emosional tükənmə yaradır. Bu da çox vaxt depressiyaya gətirib çıxardır. Sosial dəstək zəifdirsə, depressiya daha da dərinləşir. Kişilərə nisbətən qadınlarda depressiya çox vaxt uzun müddətli və təkrarlayıcı olur.